biz nə fikrə gəldik? Uşaqlar ibadət yerlərinə gəlib orada görünə bilərlərmi? Ya qanuna görə bu ziddir. Uşaqlar ataları ilə, anaları ilə bayram namazlarına gələ bilərlərmi? Hər halda bu ailədə bir tutalım ki, əgər birində dini tərbiyə görülürsə, onlar üçün bu vacibdir. Burada diqqət edəcəyimiz xüsuslar nədir? Məsələ bu cürdür ki, Müşfiq müəllim, mən hesab edirəm ki, bu qanun hələ yeni, belə deyək ki, müzakirə olunaraq indi qəbul olunub. Mümkündür ki, bunun detalları, təfsilatı və onun necə deyirlər, tətbiqatından doğan digər məsələlər artıq sonraki mərhələlərdə gedişata uyğun, ya ictimai müzakirə nəticəsindəmi və yaxud da o müxtəlif nöqsanlara görə, müxtəlif tərəflərinə görə təkmilləşdirilsin də. Nəyə görə? Çünki burada bir çox suallar da yaranır ki, bəli, tutaq ki, məcburiyyət yoxdur, təşviqlə, öz həvəsi ilə, öz xoşu ilə valideyn istəyir ki, övladını məscidə aparsın, orada nə bilim, tanış eləsin, nəsə belə. Dini tərbiyə alsın. Təbii ki, bu təşviqdir. Şübhəsiz ki, burada mən hesab edirəm ki, bir maneə yoxdur və olmamalıdır da, bu başqa şeydir. Amma o qanun qeyd olunan tərəfi sırf məcburiyyətdən doğur ki, bu da əsasən mən düşünürəm nə ilə bağlıdır. Bəzi ayinlər və bəzi din adına çıxılmış məsələlər var ki, onların heç dinin mahiyyətinə dəxli yoxdur. Həmin proseslərdə hətta çox təəssüflər olsun ki, xarici təsirlərin də burada rolu müxtəlif vaxtlarda təzahür eləyir. Hətta siyasi təsirlər nəticəsində meydana çıxmış hadisələr olur ki, həmin o ayinlərdə və yaxud da ibadət, itayət, mövlud, matəm adı qoyulmuş mərasimlərdə sırf uşaqlardan bir şüar kimi, bir alət kimi istifadə olunur. Onlar aparılır həmin ibadət ocaqlarına, ziyarət yerlərinə və s. yerlərə önə buraxılır. Onların hansısa deyək ki, o uşaqlığından o məsələdə istifadə olunur. Və yaxud da təhsildən yayındırılır, hicabı bəhanə eləyirlər, uşaqları məktəbə qoymurlar. Bax, bu doğru deyil. Hesab edirəm ki, bu tərəflərini qanunla tənzimləmək lazımdır. Yoxsa insanın məscidə uşağın getməsi, biz də getmişik, obusilər də gedibdir. Burada bir maneçilik olmamalıdır. Olmayacaq da hesab edirəm ki, İslamın uşaqlara verdiyi dəyər isə daha böyükdür. Yəni, Quran-ı Kərimdə bilirsiniz, əsas nazil olma səbəblərindən biri uşaqları torpağa bastırırlar, qız uşaqlarını, ərəblər. Orada hətta ayədə buyurur ki, və izəl məvudətü suilət bi eyyi zəmbin qutilət. Allah həya eləyir, hətta Allah o qədər nifrət eləyir ki, o uşağı torpağa bastırana məhkəmədə onun üzünə baxıb özündən sorğu sorulmayacaq. Zərər çəkmişdən soruşulacaq. Amma adətən bir qatildən soruşulmalı ki, nə üçün öldürdün? Deyir ki, o uşaqdan soruşulacağı gün ki, hansı günahına görə öldürüldü? Bu dəyəri verən uşağa İslam, övlada, körpüyə, qız uşağına xilas eləyən, onu torpağa dəfn olunmaqdan təbii ki, insana, qadına, ümumiyyətlə, bəşərə verdiyi dəyər daha alidir.